Dostlar, mən heç kimə bənzəmək fikrim yoxdur. Bilirsiniz, ümumiyyətlə, bəlkə də bir çox cəmiyyətlərdə bu tip problem var. Amma əsasən də bizim cəmiyyətdə insanlar bir-birinə oxşamaq istəyir sanki. Mən elə hiss eləyirəm. Elə bil ki, adicə işlətdiyi aksesuarda olsun və yaxud da ki, geyimində olsun və yaxud da ki, həyat tərzində olsun. İndi məsəl üçün özünə qulluq eləmək, nəyisə yeniləmək və s. bunlar problem deyil. Adicə telefondan misal çəksəm, məndə Samsung S17-də düzdür. Bu telefon 2019-cu ilin telefonudur. Yəni həmən ilin xitidir də, belə deyək. Flaqman telefondur. Sadəcə yəni bu artıq bir 6 ilin telefonudur. Məndə durur. Hə dostlar, yəni bir çox insanların əlində iPhone görərsiniz, bir çox insanların əlində nə bilim Samsungun o iri modellərindən görərsiniz və yaxud da təzə çıxan hər hansısa bir nə bilim firmaların telefonlarını görərsiniz də, düzdürmü? Mən təbii ki də hər bir şey yeniləmək fikrindəyəm, amma bunu lazım olanda, ehtiyacım bildiyim halda eləyəcəm. Nəyisə də eləyirəmsə, bunu kiməsə görə yox, özümə görə eləmək istəyirəm dostlar. Əsas məqsəd budur.